Başlayaq. Mən məktəbin ingilis dili müəllimi Nərmin Əhmədova tədrisin 100-cü günündən bildirmək istəyirəm ki, illərdir arzuladığım ilk belli double deck avtobuslu sinfodalına sahib oldum. Həm də məktəb rəhbərliyi tərəfindən məktəbin ən qayğıkeş və mehriban müəlliməsi titulu qazandım. Mən 11-ci sinif şagirdi Cəfərzadə Əsma. 100 gün ərzində ən çox yadda qalan xatirəm suyun adlı robotu canlandırmağım olur. Qazandığım məktəbi də zor. 116-nı qazanmışam. İtirdiyim isə səhər yuxusu olmuşdur. Mən 9-cu sinif şagirdi Anar Qəmbəli. Bu gün tədrisin 100-cü günüdür. Üzerimizdə əziyyəti olan bütün müəllimlərimizə ürəkdən təşəkkür edirəm. Məktəbin tarixini Seydova Vəfa Martıq qızı. Xanım bir dəqiq, xanımdan görürəm. Qazandığım nailiyyətlərdən biri. İkincisi isə bu məktəbin hər zaman tanıdığım kolleksiyonun yeni, gözəl nailiyyətlərine şahid edirəm. Salam dostlar, mən adım Kamildir. 4-cü sinif şagirdiyim. Mənim tədrisin 100 günündə ən yadımda qalan şeylər bunlardır. Ardı kəsilməyən monitoringlər və yazdığım çətin BSG. Salam, mən Cəfərzadə Sevgi İnformatika müəllimi. Tədrisin 100 günündə qazandıqlarım kollektivin keçirdiyi postuylar, 10 sinifində olan nailiyyətlərin yetki, qalası və ağır saçlarımızdır. Mən 6-cı sinif şagirdi Şəfək Piriyeva. Bu 100 gün ərzində mən voleybol oynamağı öyrəndim. Bizim sinifdə kiçik voleybol komandamız var. Biz gələcəkdə voleybol yarışlarına hazırlaşırıq. Mən Leyla Kərimova, məktəbin ingilis dili müəllimiyəm. Tədrisin 100-cü günü şagirdlərimə mənə olan sevgisi və inamı ilə yaddaşımda qaldı. Salam, mən 4-cü sinif şagirdi İsmailzadə Şirvan. Bu 100 gündə yadımda qalan dostlarımla keçirdiyim maraqlı günlər və əziz müəllimlərimin xoş dərsləri oldu. Mən Rəhimova Günay, biologiya müəlliməsi, rəhbərlik etdiyim sinifdə uşaqların sevgisini qazanmışam, onların kədərlərinə, cevizlərinə şərik olmuşam. Bu da mənim üçün böyük bir təfəkkür. Bugün tədrisin 100-cü günüdür. Yadımda qalan ən gözəl xatirələrim isə STEAM dərsində işlədiyimiz gözəl və əyləncəli layihələr oldu. Mən Abbasova Əminə, məktəbimizin coğrafya müəlliməsiyəm. Qazandığım dəyərli, çox sevimli kolleksiyum, çox sevimli dərslərim və eyni zamanda dəyərli, sevimli şagirdlərimiz. Salam, mən 8-ci sinif şagirdi Şabanova Gülayəm. Bu 100 gündə mənə ən xoş olan və ən çox yadımda qalan xatirəm Qrant tədbirinin açılışında oynadığım İspan rəqsimi idi. Salam, mən Məhmədə Həsənova, məktəbin informatika müəllimi. Tədrisin 100 günündə yadımda qalan və hal-hazırda yaşadığım, rəhbərlik olduğum 9-cu sinifin buraxılış imtahanlarının həyəcanıdır. Mən 6-cı sinif şagirdi Orusun Ülgün. Bugün tədrisimizin 100-cü günüdür. Bu 100 gündə mənim ən yadda qalan xatirəm mənim Kings Beynəlxalq Məktəb Olimpiadasında tutduğum yer oldu. Mən Aynur Mustafayeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Mənim qazancım qəlbimdə sevgi və mərhəmət dolu olan şagirdlərimdir və mən inanıram ki, mənim şagirdlərim gələcəyin ən uğurlu gəncləridir. Salam, mən Abbaslı Adək. 116 nömrəli məktəbdə oxuyuram. Mən bu gün ilk dəfə keçirdi yazdım. Salam, mən məktəbin texnologiya müəllimi Həmişiyeva Salamın. Tədrisin 100 gününə özəl qazandığım şagirdlərin sevgisi, xoş sözlərlə dolu məktublar tədris ilimi zənginləşdirdi. Salam, mən 6-5 sinif şagirdi Kəmalova Nədirəm. Mənim 100 gündə ən çox yadımda qalan hadisə məktəb tədbirlərində fəal iştirakım oldu. Salam, mən Cəfərova Aynur, bir informatika müəllimi kimi deyə bilərəm ki, təhsilin 100-cü günü mənə şagirdlərin
kompüter otaqlarında hazırladıqları gözəl layihələr və mütəkkillərlə yadda qalır. Salam, mən 8-ci sinif şagirdi Ramazan Bilgətsaydı. Bu 100 il ərzində mənim yadımda qalan ən yaxşı xatirələrdən biri Qar vəzifa maşasında iştirak edib orada Fazil oğlu oynamışam. Salam, mən məktəbin ingilis dili müəllimi Süleyman Uşağıma tədrisin 100-cü günündə qazandığım nailiyyətim Microsoft sertifikatlı pedaqoq olmaqdır. Mən 5-ci sinif şagirdi İskəndərəm. Bu 100 gündə mənim yadımda qalan Gülümxan müəllimə və Aynur müəllimənin məşhur dərsləri oldu. Mən 7-ci sinif şagirdi Məmmədova Rüqəyyə. Təhsilin 100 günü ərzində ən yadımda qalan hadisə fizika bilik yarışında komandamla bərabər qalib olmam idi. Salam, mən 8-ci sinif şagirdi Həsən Fəzər. Məktəbimizin bu 100 günündə ən çox mənə xoş olan və yadımda qalan xatirə sinif rəhbərimizin bizə apardığı peşə festivalıdır. Mən 9-cu sinif şagirdi Cabbarlı Zimiyyət. Tədrisin 100 günündə qazandığım və yaşadığım imtahan heyecanıdır. Salam dostlar, mən 3-cü sinif şagirdi Rasim Əsgərli. Tədrisin 100-cü günü Bilbazar yarışında iştirak etmişəm. Sağ olun.